hamı keçir musiqili meyxanaya. Onda olacaq Hamı Əlikram kimi müğənni. Bəs bizim bu meyxanamızın təməli nə olacaq? Nətər olacaq bu? O tamam başqa şeydir. Hamı Əlikram kimi müğənni olsa heç nə. Yəni o barədə, yəni meyxanadiyandan müğənni olsa heç nə də. Ayrı olacaq da qardaşım. Əlikram Gəlirlər, yavaş-yavaş. demək istəyir də. Qaldı ki, Yo, o barədə, yəni şimdi İndi Əlikram kimi olacaq, Bəli kimi meyxanadiyan olacaq, bilmirəm. Amma meyxananı siz məhv eləyəcəksiniz belə getsə. Azərbaycanın xiridarı meyxanası hansı ki, hər yerə vahiddən qalma kötük, gəlib keçib Ağasəlim Sıdığı yavaş-yavaş unudulacaq. Olacaq yavaş-yavaş meyxana mahnı. Onda siz niyə kimi oxumursunuz, yəni bizim o vaxtki sənətkarlar Hansılar kim oxuyur? Rəşid Beyzulov. Siz indi bizim kim oxuyursunuz? Mən nə deyim ki, mən də sizin kim qalmışam. Siz meyxana sənətinin ümumiyyətlə, bu dəqiqə yazarlar var, bizim xalq artistimiz Faiq Ağayev bizim mahnılarımızdan oxuyur. Mən də oxuyacam, yəni onların sözünə baxın, o biri yazarların sözünə baxın. Bizim qafiyə yerində, söz yerində. Bundan başqa nə istəyirsiniz daha? Mən demirəm, qardaş qafiyə yerində deyir. Yəni deyirəm ki, biz toylara gələndə, meyxançıya söz verəndə